Wi-Fi radyo mobil dalgalarının cinsindəndir. Amma dalga boyu onlardan daha qıssadır. Wi-Fi dalgalarının boyu təkcə 12 santimetrdir. Modemdən nə qədər uzaqlaşsaq o qədər də siqnal zəifləşəcəkdir. Wi-Fi-dan ötürülən siqnallar beton ilə dəmir parçaların tərəfindən əmilir. Bu yüzden modemin necə bir durumda qərar tapması dalgaların gücü ilə birbaşa ilgidədir. Dalgaların tam yönlərdə yayılması üçün modemi evin ortasında yerləşdirməlisiniz. Modemi işqab kimi üstörtülü yerlərə qoymaqdan çəkinin. İşqabın dərduvarı Wi-Fi dalgalarını özünə alıb dalgaların ev ortamında yayılmamasına nədən olur. Modemi evin tam bucaqlarından gözə görünən yerlərə qoymalısınız. Wi-Fi dəmirdən, betondan keçə bilməyən bir dalga olduğu üçün modemi yer üzərindən yuxarı bir yerə qoymalısınız. Modemlərin siqnalları aşağı yönə yayılmağa təsallanıbdır. Beləliklə modemi evin kəfinə qoysanızsa Wi-Fi dalgaları aşağı qata sonulacaqdır. Modemi elektronik araclardan, o cümlədən televizyon, microwave kimi dəstgahlardan uzaq saxlamalısınız. Yoxsa Wi-Fi dalgaları bir-birinə dolaşıb sizə yetişməz. Modemlərin çoxu 2 antenlidir. Onların birini dikinə, o birini isə ofoqa sarı ayarlayın. Dəstgahın dalga alıcısı modemin antenləri ilə müvazi olmalıdır. Laptopun iç anteni yataydır, amma mobilınki əldə necə bir durumda qərar tapmasına bağlıdır. Bu yüzden antenlerin birini dikine, o birini ise ofoqa sarı ayarlayın. Dalgaların gücünü ölçün. Ölçmək üçün çeşitli applicationları kullanıp dalgaların gücü ile boyunu ölçə bilərsiniz. Bizi YouTube'da, Facebook'ta, Telegram'da, Aparat'ta ve Bilim Sesi saytında izleyebilirsiniz.